200 qram kərə yağı, 2 xörək qaşığı bal, 2 stəkan şəkər pudrası, 2 yumurta. Birlikdə qarışdırırıq. 1 çay qaşığı soda, 4 stəkan un. Unumuzu az-az əlavə edirik. Videoda göstərdiyim kimi olmalıdır xəmirimiz. Əlimizlə forma veririk, 1 saat soyuducuda dinləndiririk. Kremimizi hazırlayırıq. 500 qram xama, 1 stəkan şəkər pudrası. Qarışdırırıq. Xəmirimizi kündələrə ayırırıq. Və kündələrimizi bir-bir yaymağa başlayırıq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada 8 dəqiqə bişiririk. Bişdikdən sonra forma ilə kəsirik. Və bir-bir kremləməyə başlayırıq. Kənarlardan ayırdığımızı umac edirik. Üzərinə forma veririk. Şəkər pudrası əlavə edirik və pətəyimiz hazırdır. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.